Salam. Azərbaycanda Daxili İşlər Nazirliyi tərəfindən narkomaniya ilə mübarizəyə başlanıldıqdan üzü bu günə Nail Kəmərli deyilən bir blogerimiz var. Çox mühüm işlər görüb. Yəni bilirsiniz necədir? Bu danılmazdır. Yəni biz onun videolarından bir çox narkomanları tanımışıq. Yəni pis vərdişi olan insanları, onların necə reabilitasiya mərkəzlərinə qoyulmasının şahidi olmuşuq. Yəni bu tədbirə layiqdir. Mən də bir Azərbaycan vətəndaşı kimi, bir jurnalist kimi bunu yəni belə deyim də qiymətləndirirəm. Həqiqətən də hər zaman da istifadə eləmişik Nail bəyin videolarından. Amma ötən gün Nail bəyin bir videosu çıxdı qarşıma. Həmin videoda 13 yaşlı qız dilənçi kimi təqdim olunur cəmiyyətə, açıq aydın ki, hansı ki Nail bəyə biz inanırıq ki, bu belədir. Və o qız aparılır gözəllik salonuna, açıq-aşkar makyaj edilir orada, saç baxımı edilir qıza və cəmiyyətə də belə təqdim olunur. Bilirsiniz, insan yaxşı işləri görə bilər. Mən heç bir vaxt Nail bəyin görmüş olduğu işlərə kölgə gətirmək istəmirəm. Amma insanların gərək səhvini, etdikləri, tutduqları səhv əməlidə deyəsən ki, ya nəticə çıxarsınlar, ya da nəticə çıxarsınlar. Yəni bu vacibdir. Birincisi, Nail Kəmərli. Siz ümumiyyətlə o videoda nəyi təbliğ edirsiniz? Bir dənə bu barədə zəhmət olmasa istərdim sizdən bir açıqlama eşidim. Nəyi təbliğ edir? Bu nəyin təbliğidir? Azərbaycan Respublikasının qanunvericiliyində deyilir ki, 18 yetkinlik yaşına çatmayan uşaqların üzləri valideyn icazəsi olmadan göstərilə bilməz. O halda göstərilər ki, sən o uşağın hansısa bir belə xoş əməlini təqdim edərsən cəmiyyətə, idmançıdsa idmanını, olimpiyadalarda qalib gəlibsə o olimpiyadada iştirakını təqdim edə bilərsən, müsahibə götürə bilərsən ondan. Amma belə utanc verici məsələləri biz heç görürsünüz, əgər şahidi olmusunuzsa, biz heç uşaqların adlarını belə qeyd eləmirik. Şərti adı Mısı, şərti adı S, nə bilim G, belə bir adlarla biz onları təqdim edirik ki, gələcəkdə bunun səbəbi nədir? Gələcəkdə həmin uşaqlar utanmasın, özlərinin vəziyyətlərini görməsinlər. Ola bilər ki, gələcəkdə onlar cəmiyyətə çox xeyirli adamlar ola bilərlər. Onların keçmişi üzərinə vurulmasın. Siz 13 yaşında bir körpə qızı gətirib otuzdurmusunuz salonda, bəzətdirirsiniz, dodağında kilo ilə pomada, yəni cəmiyyətə təqdim edirsiniz. Kənardan o 13 yaşlı uşağa baxanlar da deyir ki, yəqin ki, bu yaxşı bir işdir, mən də elə bu işlə məşğulum. Olmazdımı ki, siz o 13 yaşlı körpə qızı oradan əlindən tutasanız, aparaydınız bir təhsil idarəsinə yaxınlaşaydınız ki, mən bunu məktəbdə təhsili üçün mənə kömək eləyin. İnanın, cəmiyyət olaraq, ümumiyyətlə qurumlar olaraq, media olaraq biz hamımız sizin yanınızda olardıq ki, bu bir qızın təhsili üçün çalışır. Olmazdımı ki, onu o gözəllik salonuna aparınca, aparaydınız əlinə bir iki dənə kitab dəftəri alıb verəydiniz. Biz bunun da tərəfdarı olardıq. Amma siz, mənə yəni bu hələ də anlaşılmaz qalıb ki, 13 yaşlı bir uşağı aparıb bəzətdirib onu belə üzü gözü açıq vəziyyətdə reklam etməklə nəyi təbliğ eləmək istəyirsiniz cəmiyyətə? Bu nəyin təbliğatıdır? Düşünürəm ki, mən tək olmayacağım bu məsələyə, yəni ictimaiyyət tərəfindən bir mənalı qarşılanmayacaq da. Düşünürəm ki, kimlərsə də reaksiya verərlər bu məsələyə. Bu belə olmur. Yəni bu yol düz yol deyil. Düşünürəm ki, siz narkomanları çəkib təqdim eləsəz daha yaxşı olar. Çünki yadımdadır, müharibədən sonra sizin bəzi reportajlarınız oldu ki, yaxşılardan iraq, onların içərisində heç müharibənin, heç M hərfini bilməyən adamlar vardı ki, forma geyinib sizə müsahibə verirdilər və siz də bunu xalqa təqdim edirdiniz. Yəni bu sizlik deyil də, bunu eləməyin. Yəni o az yaşlı qızın o üzünün açıq şəkildə göstərilməsi üçün düşünürəm media belə deyim də sahəsində bilirsiniz ki, buna icazə yoxdur.
Düşünürəm ki, prokurorluq falan sizə nəysə bir tədbir görər.